avtomobilin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi qaydası hansı hallarda duracağa aparılır? Deməli, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin 1.1-ci bəndində, yəni əsas səbəblərdən biri odur ki, əgər nəqliyyat vasitəsini idarə edən sürücüdə və ya onunla gedən hər hansısa bir sərnişinlərin birində idarə etmək hüququ və yaxud da ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olmadıqda. Loru dildə izah edəcəm. Yəni, əgər sürücülük vəsiqəsi yoxdursa sürücünün və onun yanında bir dostu gedir, maşında oturub, onun sürücülük vəsiqəsi var, amma maşın bunun özünün adınadır. Misal üçün, bunun sərəncam vermək hüququ olan bir etibarnaməsi var. Loru dildə buna general etibarnaməsi. Yəni, mənim etibarnaməm var, amma sürücülük vəsiqəniz yoxdur. Yol polisi saxlayır, görür ki, sizin sürücülük vəsiqəniz yoxdur, lakin maşında sizin dostunuzun sürücülük vəsiqəsi var, kateqoriyası uyğundur. 200 manat cəriməni yazır idarə etmək hüququ olmayan şəxsə və salam maşın duracağı getmir. Yox, əgər maşında ondan savayı olan sərnişinlərin hər hansısa birində sürücülük vəsiqəsi yoxdursa və yaxud da ki, bu özü təkdir. Maşın mənim adımadır, özüm çıxmışam sürməyə. O zaman maşın duracağa təmin olunur, əlavə olaraq da 200 manat onun cəriməsi var.